Dərin bir nəfəs al. Çünki Allahın sənə söylədiyi ən önəmli cümlələr bəzən belə səssiz anlarda duyulur. Mən səni heç vaxt tək qoymadım. Həyatında neçə dəfə yıxıldın? Neçə dəfə bu dəfə qalxa bilmərəm dedin? Bax indi, buradasan. Hələ də nəfəs alırsan. Hələ də bir ümid axtarırsan. Bu güc sənin gücün deyil, qardaşım. Bu Rəbbindən qəlbinə ötürülmüş bir qüvvətdir. Allah bir qulunu tərk etmiş olsaydı, onu əvvəlcə bu qədər səbirli yaratmazdı. Bu qədər güclü yaratmazdı. Sən elə bilirsən ki, öz gücünlə ayaq üstə qalmısan, əslində səni daşıyan görünməyən güc var idi. Hər yıxıldığında səni yerdən qaldıran bir qüdrət var idi. Və indi o qüdrət sənə deyir ki, qurtarmadı, hələ yolun davam eləyir və mən də səni ilə irəliləyirəm bu yolda. Səbr etdiyin hər gün bir qapı açdı. Sən gözlədin, səbr etdin, sustun. Bəzən incindiyini belə heç kimə demədin. Amma bil ki, səbir sadəcə dözmək deyildir. Səbir Allaha güvənməkdir. Bilirsən, qardaşım, Allahın köməyi çox vaxt səs-küy ilə gəlməz. Onun köməyi səssizdir. Daxilinə doğan bir fikirlə gələr. Bir problemin yaranması ilə belə gələ bilər. Sən niyə olmadı əsəbləşərsən? Allah olmasaydı daha xeyirli olardı deyə. Sən niyə gecikdi deyə səbirsizlənərsən? Allah bu gecikmə səni qoruyurdu deyər. Və bir gün heç gözləmədiyin bir anda bir qapı açılar. Bir xəbər gələr, o asanlıq çətinliyi kölgədə qoyar. Və o anda anlayarsan ki, məyər Allah məni addım-addım bura gətirirmiş. Bugün qəlbinin dərinliklərində bir səs var. Özünə gələcəksən. Bax, o səs sənin deyil. O səs səni yenidən ayağa qaldırmaq istəyən Rəbbinin səsidir. Həzrət Yusufin quyudan çıxışı kimi sənin də çıxışın var. Həzrət Musanın dənizi yarmağı kimi sənin də bir qapın var. Həzrət Yaqubun səbri kimi sənin də bir dirilişin var. Allah qulunu qaranlıqda buraxmaz və sən bu videonu bu an dinləyirsənsə, bil ki, qaranlıq bitir. Rəbbin köməyini yaxınlaşdırır və indi sənə deyir ki, mən səni heç vaxt unutmamışam. İndi köməyim gəlir. Təslim olma. Mən səninlə idim, səninləyəm və səninlə olmağa davam eləyəcəm. Problemlərin taleyin deyil, yolunun başlanğıcıdır. Çünki ən qaranlıq an, şəfəqin ən yaxın olduğu andır. Qardaşım, bura qədər dinlədinsə, bil ki, bu sadəcə bir maraq deyil. Bu qəlbinin uzun zamandır axtardığı bir cavabın izində addımladığının bir işarəsidir. Və indi bu dinlədiklərin bəlkə də uzun zamandır qəlbində yaşadığın o yükün nəhayət ki, yüngülləşəcəyi ana dönəcək.